Bizim müraciətimiz bizim prezidentimizədir. Biz bir il yarımdır mübarizə aparırıq məhkəmələrin ədalətsiz qərarları ilə. İnzibati məhkəmənin hakimi Araz Hüseynovun, sonra göstərişi ilə Aysev Almazova ədalətsiz qərarlar qəbul edib və baxmayaraq ki, Kamran Əkbərov apellyasiya məhkəməsində onların qərarlarını ləğv edib, yenə də uzada-uzada Bakı şəhər icra hakimiyyəti tərəf olaraq, cavabdeh olaraq nümayəndələrini il yarımdır məhkəmələrə göndərmir ki, biz onlardan soruşaq ki, bu Bakı deməli şəhərsalmanın icazəsi olmadan, fövqəladə halların icazəsi olmadan və bunun ilə əlaqədar qərar verilib, dayandırılıb söküntü işləri, cinayət işləri açılıb 4 dənə, 5 dənə deməli tanınıb zərər çəkmişlər. Başqa bir cinayətçi var onların fəhləsinə qarşı. Necə olur ki, Miminat Hacıbəyeva məhkəmədə cinayətkar bir şirkəti bizə tərəf kimi görməyə arzusunda olur. Sırıyırlar bizə o şirkəti ki, onlar üçüncü tərəfdir. Cinayət işi açılmış şirkət heç vaxt üçüncü tərəf ola bilməz. Bakı şəhər icra hakimiyyəti Eldar Əzizovun sərəncamı ki, bizim bu ərazi onlara verilir, o ləğv olunmalıdır. Çünki olmazın zülmünü eləyirlər buradakı sakinlərə, vətəndaşların qarajda maşınları qalır, sabotajla məşğuldur onların fəhlələri, qanunsuz 2 bina sökülüb, bina söküləndən sonra Fövqəladə Hallar onun qəzalılığı barədə rəy verib. Yataqxanaları bəhanə eləyib sağlam binaları sökürlər öz mənafeləri üçün. Çünki özəl sektordur. Bu dövlətin proqramı deyil, dövlətin pilot layihəsi deyil. Özəl sektor gəlib bizim bu boyda bina ilə 32 ailə ilə hələ heç biri ilə müqavilə bağlamadan bunlar sərəncam almaq, şəhərsalmadan sərəncam almaq arzusundadırlar. Bu hakimlərin Nərimanov rayonun sədri, məhkəməsinin sədri deməli Həbib Həsənovun fəaliyyətinə nəzər salsınlar. Onun ədalətsiz qərarlar çıxardan hakimlərinin fəaliyyətinə nəzər salsın, Gültəkin Əsadova kimi. Orada həyətdə bizim bina kimi bina var, 50A binası, bizimki 58-dir. 6 ildə o bina yaşıllıq zonası adı ilə zibilin içində qalıb. Yəni girov kimi qalıb. Məmmədova Ülkər Sabit qızı, Gold Məkan MMC qanunsuz olaraq mənim evimi sökdü yanvar ayının 8-də. Onların söküntü üçün və tikinti üçün heç bir sənədləri hazır deyildi. Hətta mənim məhkəmə qərarım da var idi ki, söküntü işlərinə qadağan qoyulsun. Amma bunlar nə məhkəmə qərarına əməl elədilər, nə də ki, mənim mülkiyyət toxunulmazlığıma məhəl qoydular. Nərimanov rayon prokurorluğunda cinayət işi açılsa da hələ də onlar cinayət məsuliyyətinə cəlb olunmayıblar. 2 aydır artıq iş uzanır. Hələ də bunlar azadlıqdadırlar. Mənim şikayətim həm də Nərimanov rayon icra şöbəsindəndir. Onlar 306-cı maddə ilə məhkəmə qərarının pozulması maddəsi ilə cinayət işi açmalıydılar. Onlar da heç bir tədbir görmədilər. İcra məmuru Babək Qarayevdir. Söküntüdən qabaq mənim evim qarət olundu. Talandı Gold Məkan MMC tərəfindən. Xeyli miqdarda da dəymiş ziyanım var, amma Nərimanov polisi cinayət işi açmadı. Nəyə görə? Çünki bu binanın, bu şirkətin, Gold Məkan MMC şirkətinin şəriklərindən biri Hikmət Usubovdur. Abşeron rayon mühafizə xidmətinin rəisidir bu adam. Keçmiş Daxili İşlər naziri Ramil Usubovun qardaşı oğludur. Ona görə də polis bizə köməklik göstərmədi. Cinayət işi açmağı rədd elədi. Bakı Kommersiya Məhkəməsinə müraciət iddia qaldırdım Gold Məkana qarşı. 10 ay keçəndən sonra Bakı Kommersiya Məhkəməsinin hakimi Nərimin Əhmədov mənim iddiamı təmin etmədi. Mən şikayətim Bakı Kommersiya Məhkəməsinin hakimi Nərimin Əhmədovadan ki, o nədənsə, hansı səbəbdənsə bu Gold Məkan MMC-nin tələbinə uyğun olaraq onların mövqeyini qorumuşdur. Bu da məndə şübhə yaradır. Xahiş edirəm ölkə başçısına və Məhkəmə Hüquq Şurasından ki, bu xanım Nərimin Əhmədov barəsində hakim tədbir görür. Bizim binaya gələn 3 dənə yoldan ikisini bağlayıblar. Özü də elə bağlayıblar ki, bizim qaraj o yolların qabağını tutub 2 tərəfdən bağlayıblar o 2 yolu. O 2 yoldan qarajımız, yoldaşımın maşını qalıb qarajda. Məni bir şey maraqlandırır. Hər bir balaca işdən ötürü prezident qarışmalıdır. Bunların Allahı yoxdur. Məhkəməmiz var, prokuraturamız var, icra hakimiyyətimiz var. Gərək hər şeyi
Hər şeydən ötürü biz prezidentə müraciət edək. Prezidentin o qədər işi gücü var ki, balaca işə də prezident qarışmalıdır.